11 may ADA Üniversitesi'nde Azerbaycan International Robotics Olimpiyat geçirildi. 7 kategoriya üzrə 150 komanda, 48 mentor, 282 iştirakçı Yaponiya All Japan Robot Sumo turnamenta Azərbaycanı təmsil etmək üçün yarışdılar və qaliblərimiz bəllidir. Yarışa hazırlaşmaq məqsədi ilə İriya 60 şagirdin təlimlərinə dəstək oldu. Biz Adastra komandası olaraq Aero beynəlxalq yarışında iştirak elədik. Yarışa qədər çox əziyyət çəkdik. Neçə ay bunun üstündə işləməli olduq. Öz komanda yoldaşım Ceyranla. Yarışın ümumiyyətlə 3 gün ərzində davam elədi. Son 2 gün isə yarışlara qatıldıq və çox həyəcanlı olduq. Eyni zamanda da səbirli, təmkinli olmağa çalışdıq və son gün qalibiyyəti əldə edə bildik. Bizim proyektimiz Smart Karalanır. 4 ay biz bu olimpiyada hazırlaşırdıq və düzünü deyim, çətinlər də var idi, asan var idi, həyəcanlıydıq, çox fikirləşirdik, bəlkə uduzarıq, bəlkə udarıq və məncə Aero 2025 ən yaxşı olimpiyadalardan biri idi. Yarışma kateqoriyası üzrə birinci yerə çıxdım. Komandamın adı CyberX və birinci yerə çıxdığım üçün Yaponiyada Azərbaycanı təmsil eləməyə gedirəm. Şadam ki, mən birinci yerə çıxdım və ümid edirəm ki, Yaponiyada Azərbaycanı uğurla təmsil edəcəyik.